Salamlar əziz dinləyicilər. Ümid edirəm hər biriniz yaxşısınız və bu an hər kəs bizi dinləyir. Bugün valideyn saatında yenə çox maraqlı bir mövzu ilə gəlmişik və hətta mən deyərdim ki, valideynlər üçün faydalı bir mövzu ilə gəlmişik. Biz valideynlikdə tez-tez danışırıq. Ailə təsiri, mühit, məktəb, bağça, müəllim, dost çevrəsi. Amma çox zaman bir sualımız cavabsız qalır da. Biz uşaqların özünü nə qədər yaxşı tanıyırıq? Bax, uşağın xarakteri nədir? Nəyə görə eyni ailədə böyüyən uşaqlar tam fərqli olurlar? Bu uşaq nə demək istəyir? Onun davranışı, mimikası, reaksiyaları. Yəni yaxından bizi izləsəniz, bu mövzuya açıqlıq verən çox dəyərli bir qonağımız var. Studiyamızın qonağı profayler, insan tanıma üzrə mütəxəssis, 4 kitab müəllifi Təbriz bəy Hacınskidir. Xoş gəlmisiniz. Xoş gördük. Hər vaxtınız xeyirli olsun. Mən də sizi Samirə xanım, dəyərli dinləyicilərimizi ürəkdən salamlayıram və sizə təşəkkür edirəm ki, bu gözəl isti verilişinizə məni dəvət eləmisiniz. Çox mükəmməl verilişdir. Dinləmişəm və izləmişəm həmçinin də. Əminəm ki, bugünkü verilişimizə çox maraqlı olacaq. Bəli, siz olan yerdə başqa cür mümkün də deyil. Siz də dəvətimizi qəbul edib gəldiyiniz üçün bir daha təşəkkür edirəm. Amma sizi biraz maraqda qoyacağıq. Eyni zamanda bizə suallar hazırlaya bilərsiniz. Bu müddətdə isə biz sevdiyimiz reklamları dinləyək. Gəldik, xoş gəldik. Təbriz bəy, gəlin, hamıya da maraqlıdır da. İnsan tanımaq sənəti nədir? Bu doğrudan bir elmdir, ya bir metodik yanaşmadır, yoxsa sadəcə güclü müşahidə bacarığınız var? Üçü də var. Əslində dediyinizdə üçü də var. Belə götürək ki, biz profiling sisteminə məşğul oluruq. Profiling İsrail aeroportunda yaranmış bir sistemdir. 1970-ci illərdə təhlükəsizlik demək sistemini qururlar. Bəli. Və orada profilləri yetişdirirlər ki, necə terroristlərə qarşı mübarizə aparsınlar. Ondan sonra o keçid eləyir 1984-də İngiltərə aeroportuna, sonra Los Angeles'ə, Amerika, sonra Rusiya və Azərbaycanda bu gün də bizim aeroportumuzda da profillərlər var. Profillərlər var. Bəli, var. Onlar mülki geyimdə gəzirlər. Görə bilməyəcəksiniz. Mülki geyimdə gəzirlər. Hiss eləmək mümkün deyil. Çünki onlar bizim Milli Aviasiya Akademiyasında yetişirlər. Bəli. Profillərlə 2 ildə artıq biz təklif elədik o vaxtda ki, bizdə də ola bilər, yetişdirmək lazımdır. Mən həmən bu profiling sistemindən professional şəkildə artıq 15 ildir məşğul oluram. Ay maşallah. Profilingin açıqlaması nədir? Potensial təhlükə törədəcək şəxsin verbal, yəni sözlü, inverbal, bədən dili, səsi ilə psixoloji aspektdən yanaşaraq qarşı tərəfə analiz eləməkdir. Bizim işimiz budur. Bəs bunun elmi bir dayanacağı nə var? Həmən profiling sistemidir. Profiling sistemi də psixologiyadan, kriminalistikadan, adi fiziologiyadan, tibbdən birləşmiş bir mexanizmdir. Hansı ki biz artıq bu mexanizmi sistemli şəkildə öyrədirik insanlara. Məsələn, istəsəniz sizi də biz profiler kimi yetişdirə bilərik və bizim də işimiz odur. Mənim birinci kitabım var, 60 saniyədə insan tanıma sənəti. Bəli. Orada məhz mən insan xarakterindən danışıram, orada yazmışam. O haqda necə insanları sürətli tanımaq olar. Zaman lazım deyil. 5 əsas kanal var. Buna diqqət yetirəndə insanları tanımaq olur. Birinci xarici görünüş. Bu siz məsələn bugünkü geyimi elə belə seçməmisiniz. Rənglər falan sizin psixoloji tərəflərindən xəbər verir. Maraqlıdır. Mən normalda rəngli geyinməyi sevirəm. Bəli, müxtəlif rənglər. Bəli. Ola bilər bu gün qırmızı geyinəsiz, sarı geyinəsiz, ya bənövşəyi geyinəsiz. Fərqli cür. Bu sizin durumunuzla bağlıdır. Maraqlıdır. Xarici görünüş, xarici pozitivlidir. Sarı da var üzərinizdə, narıncı da var. Bunlar hər biri pozitiv rənglərdir. İkinci önəmli bir məsələ mimikalardır. Biz insanın mimikalarına çox diqqət yetiririk. Üzdə mikro ifadələri görürük saniyənin 1/4 sürətində. Necə sürətli mimikalarınız gedir? Buna fikir veririk. Əzələni parçalayırıq, təzədən yığırıq. 43 əsas əzələdən 10 minə yaxın düşüncə yaranır. Biz 10 minə yaxın düşüncəni oxuya bilirik sürətli olaraq. Qorxutmaq istəmirəm sizi. Amma əsas bizim işimiz yəni budur. Amma biz bunu indi biznes kontekstində edirik daha çox. Üçüncü ən önəmli məsələ nitq. İnsan nədən danışır? Bizə çox məlumat verir. Qısa danışır, geniş danışır, hara fokuslanır. Dördüncü bədən dili ən önəmli. 5 də səs. Bu 5 kanala diqqət yetirib insan profilini hazırlayırıq.
Portretini hazırlayırıq. Bəs uşağı tanımaq mümkündürmü bu dediklərinizdən? Mən sizə bir şey deyim, bəzən ana bətnində də görmək olur. Yoxlamışam mən. Yəni ana bətnində UZI-də uşağın hərəkətlərindən təxmin eləmişəm ki, bu xarakteri nə ola bilər? Hansı xarakter və o xarakter çıxıb. 3 dənə UZI-də yoxlamışam. Üçündə də düz çıxıb. Düz bu biraz absurd səslənir, amma həqiqətən də, yəni mümkündür də. Çünki xarakter ana bətnində və ana bətnindən 3 ay sonra formalaşır. Və sinir sistemi vasitəsilə və birinci xarakterimiz var, biogenetik xarakter. Heç vaxt dəyişmir. Məsəl üçün siz heç vaxt dəyişməyəcəksiniz Samirə xanım. Belə siz uşaq vaxtı belə olmusunuz, indi də beləsiz, həmişə belə qalacaqsınız. Xarakter dəyişmir. İkinci xarakterimiz var bizim sosial faktor. Onlar dəyişə bilirlər. Mühitə düşəndə bizi dəyişə bilirlər. Amma elə ki özümüz kimi olan kimi dala qaydırıq. Uşaq da belədir. Biz artıq uşağın 1 yaşından, 6 ayından, 9 ayından, bəzən 3 ayından indi baxır da uşağın aktivliyinə, davranışlarından təxmin elə bilir ki, bu xarakter nəyə gedir. Misal üçün mən danışacağım xarakterin. Depressiv kədər xarakteri var. Deyinən xarakter. Daim mız qoyar. Bu niyə belə oldu? Niyə belə oldu? Elə böyüklər də var. O xarakter belə fərq etmir. Böyükləri də aiddir. Və həmən nəsə gözü qavalı kimsə gəldi. Bəli, 2 gün öncə yaşadım elə bir problemi. Və maraqlı nədir? Və həmən xarakter balaca uşaqda özünü necə göstərir? Çox ağlayır uşaq. Hər şey bir dənə balaca yel keçən kimi başlayır ağlamağa. Biz görürük ki, bunun ağlamağı dəngə və həzz alır bu ağlamaqdan. Amma normalda deyirlər ki, uşaq ağlayaraq danışır da. Bax, körpə uşaq fikirlərini bildirir. Bax, bunu necə tanımaq olur və valideyn necə tanısın? Baxın, ümumiyyətlə uşağın xarakterini analiz eləmək üçün birinci növbədə biz onun aktiv və passivliyinə baxırıq. Xarakterlər ümumiyyətlə 8 növə bölünür. İstəsəz onlardan qısa-qısa danışıb, sonra onları passiv və aktivə bölək. Birinci xarakterimiz gedir steroidlər. Bunlar çox aktiv olurlar. Diqqət mərkəzində olmaq xoşlayırlar. Sinirləri çox sürətli olur və bir yerdə qala bilmirlər. Daim seçilmək üçün ucadan qışqıracaq, ucadan güləcək, ucadan ağlayacaq. Hamı bunu eşitsin. Bax, belə qızlarımız var. Hətta mən pedaqoqlara bəzən təlim keçəndə izah edirəm ki, bunlar birinci sırada oturmaq istəyirlər. Bunlar tez-tez əlini qaldırırlar. Bəli. Yəni siz bunların diqqətini əlindən alıb da sən belə eləmə, belə olmaz, qızsan, onu çərçivəyə salıb da potensialını öldürməyin. Əksinə ona imkan yaradın, potensialını çıxarsın. Bu steroidlərdir. İkinci xarakterimiz bizim epileptoidlərdir. Pedant xarakter, aqressiv xarakter. Uşağa baxırsa elə ki, uşaq ağsaqqal kişidir. Adama belə təs-təs baxır, müşahidə eləyir. Belə uşaqlar görə bilirik də bizə. Bu 3 quruq fırlanıb gəlib. Yəni ki, bu şəkildə adama belə baxır. Yəni çox öz əşyalarını kimdənsə bölüşmür, hamıdan uzaq dayanır, belə müşahidə eləyir, çox aqressiv olur. Bu xarakterindən xəbər verir. Üçüncü paranoyalar var, lider xarakter. Bunlar fərqli xarakterdir. Yuxarıdan aşağı adamlara baxırlar, belə uşaqlar daim distansiya saxlayırlar, hamını öz dalınca aparırlar. Anadan gəlmə lider xarakterdir. Dördüncü emotivlər, duyğusal uşaqlardır. Çox həssas uşaqlardır. Hər şeyini paylaşmaq istəyir. Paylaşır, onun bunun yanında da onu baxmışıq da Ögey Ana filmində deyir, ağlama, o mənim də saçımı bağlamışdı ağaca. Orada təsəlli verir. Bax, emotivlərdir. 5-ci hiperaktivlərdir, ən çətin uşaqlar. Hiperaktiv deyirik biz, bu hiperaktiv deyil amma hiperaktivdir. Qaşları yuxarıda, çox sürətli, aktiv, dinamik, bir yerdə qala bilmirlər. Orada ora qaçır, buradan bura qaçır. Onun əşyasını götürür, buna verir, bunu buna atır. Çox aktiv olur və bu uşaqları disiplinə salmaq olmur. Mənim bir yaxınım var, uşağı hiperaktivdir. Ancaq bir söz deyir, Kərim. Kərim bir yerdə durmur. Onu yeyəcək, bura qaçacaq. Çünki enerji çoxdur, həddən artıq. 6-cı həyəcanlı xarakterdir. Yəni bu xarakterlər hər şeydən çəkinirlər. Uşaqların gözləri belə olur. Daim elə bir ki, bu dəqiqə nəsə baş verəcək. Stres içində olurlar, özünə qapanıq olurlar, çox distansiya saxlayırlar. Hər şeydən qorxurlar. 7-ci şizoidlərdir. Ən gözəl xarakterlərdən biridir. Baxır ki, donuq xarakterdir. Adam heç gözdə belə baxır. Sual verir, sənin adın nədir deyir? Mənim. Gedəndə ora dəyir, bura dəyir, onu aşırdır, bunu aşırdır. Amma çox şirin olurlar, çox saf olurlar. Nə deyirsən başsa deyirlər. Birdən yersiz təsdiqləri tutur. Bir qeyri-adi düşünürlər. Bunlar proqnozlaşdırma olmur və sonuncu xarakterimizdə depressiv kədərlərdir. Yəni o ağlayan uşaqlar. Bax bu xarakteri biz passiv aktivə bölürük.
baxırıq görür uşağımız aktivdir yoxsa passivdir. Biz Təbriz bəy bağçada da elə pedaqoqlarda öyrədirik ki, uşağı oyun zamanı tanı da. Oyun zamanı uşaq maskasızdır. Bax gör lider olur, izləyici olur. Qaydanı qurandır, yoxsa qaydanı pozandır. Tək oynamağı, yoxsa qrupda oynamağı, yəni bu cür xarakteri ortaya çıxır. Tam doğru. Yəni Tam başqa doğru. cür bax necə Tam doğru. uşağı valideyn də bax elə bu sadaladığınız bu xarakterlər var da. Bax Əlamətlər. əlamətlərdə valideyn uşağını necə tanımalıdır? Bir kiçik ipucuları verə bilərsiniz? Birinci növbədə tanımaq üçün uşağa çox yaxın olmaq lazımdır. Aha. Ümumiyyətlə insan duyğusal varlıqdır. Yəni məntiq öz yerində, ağıl öz yerində, amma insanın 80-90% duyğular təşkil eləyir. Bəli. O duyğularla ona yaxın olmaq lazımdır. Yəni daha dəqiq desək toxunmalıdır uşağa. Mən Uşağı həmişə hiss deyirəm ki, eləməlidir. ən doğru uşağı valideyni, xüsusən də anası tanımalıdır da. Mütləq. Baxın, mənim 3 övladım var. Və Maşallah. ortancıl əgər təşəkkür, ortancıl evə gələndə mən onun gəlişindən bilirəm ki, ya onun xoşuna gəlməyən hansısa hadisə məktəbdə baş verir. Onu içəri girib salam verib ondan bilirəm. Ya Yanaşma acdı bilirəm, tərzindən ya də. yorğundur bilirəm. Üç şey var da, bunlar başqa şey yoxdur ki, Hə, ya yəni- azdır, ya yorğundur, ya da hirslidir. Hirslidir. Amma uşaq var ki, balacaya dərhal soruşanda içəri girəndə özü maraqla danışır ki, məktəbdə bilirsən bu olub, hirsini dərhal paylaşır və məndən dəstək gözləyir. Amma mən ortancıl bilirəm ki, gözləmir. O an onu tək qoymaq lazımdır. Əksinə mən onun üstünə getsəm ki, nə olub? Niyə əsəbisən? Niyə danışmırsan? Ya get əynini dəyiş, məktəbdən gəlmisən, niyə dəyiş? Gəl yeməyini ye. Onu buraxmaq lazımdır. Bir yarım saat, 40 dəqiqə öz vaxtı var da. O öz ayarını Sakitləşsin. özü düzəldir. Adaptasiya olsun. Adaptasiya olur. Ondan sonra sakitcə gəlir adamı qucaqlayır, deyir yeməyə nə var? Yeməyin deyib sakitləşəndən sonra deyir bilirsən məktəbdə nə olmuşdu? Mən artıq onu amma mən fikir vermişəm ki, o tip uşağın üzərinə çox gedəndə aqressiv olur, sonra da deyirlər yeni yetmələr niyə sözə baxmır, niyə? Yəni biraz elə bil ki, necə biz böyüklər bir-birimizi hardasa yola verməyi, xarakterimizi də tanıyırıqsa, Doğru. biz övladımızı da tanımalıyıq. Hətta mən bağçada da fikir vermişəm ki, çox maraqlıdır. Bəzən vaxtım olanda girirəm qruplara, həm böyük emosiya alıram özüm. Uşaqlar, məsəl üçün, uşaqlara deyirəm ki, əli niyə kənarda oturubdu? Uşaqlar bir-birini elə gözəl tanıyır. Deyirlər ona fikir verməyin, indi o əsəbidir, o kənarda oturmalıdır. Və ya biri onu vurdusa, digəri bilir ki, o an niyə indi elə davranır? Ona cavab qaytarmaq lazımdırmı, ya lazım deyilmi? Yəni Tam doğru. Bir-birlərini Tam doğru. Uşaqlar bir-birlərini mükəmməl tanıyırlar. tanıyırlar Bəli. və necə davranacaqlarını da bilirlər. Tam doğru. Bizdə misal üçün bəzən olur ki, mənim balaca oğlum vardı, 2 yaş yarımdır. Allah Qızım saxlasın. sağ ol bütün balalarım. Qızım oğlum danışanda biz başa düşməndə qızım bizə başa salır. Bu nə demək istəyirsiniz? yəni nə demək istəyirəm? Uşağın dilini başa düşür. Burada önəmli məsələ bilsin nədir? Duyğu nəyə görə dedim? İnsan bir-birinə yaxın olmalıdır. Uşağı hiss eləyəndə, bax siz deyirsən, mən hiss eləyirəm. Əslində siz onu müşahidədən çox onun duyğularını hiss edirsiniz. Biz buna NLP-də keçirik təlimlərdə. Sensor kəskinlik deyirik biz buna. Qarşı tərəfin duyğularını hiss eləmək etmək. ki, O məndə bu güclüdür. bu sizdə sensor kəskinliyi yüksəkdir də, xarakterik beləsiz. Həm də özünüzdə inkişaf etdirmisiniz müşahidə eləməklə. Ya bu baxımdan bunu hər bir insan özündə inkişaf etdirə bilər. Bir, övladınıza toxunmalısınız, yanında olmalısınız. İkinci, etirazlarınla işləməlisiniz. Bu çox önəmlidir. Valideynin bugünkü problemi odur. Uşaq çox etiraz eləyir. Bunu istəmirəm, bunu istəmirəm və deyir, mən böyük deyiləm, mən ən yaxşı mən biləm sənə. Amma uşağın seçim haqqını əlindən alır və uşaq da bir dəfə dözür, 2 dəfə dözür. Əgər xarakter zəifdirsə, özünə qapanıq olur, sönür. Güclü Və xarakterdirsə, sındırıb tabe etmiş oluruq da. keçir- Bunu məntiqi tabe etmirik. bəli, tam doğru. Keçir aqressiya və başlayır valideyni incitməyə. Siz bilirsiniz, bu gün bizim psixoloji mərkəzimiz vardı. Valideynlərin ən çox şikayəti nədəndir? Övlad valideyni döyür. Artıq bu nəsil gedə-gedə dəyişir. Alfa nəsli aqressiyası artır və nə qədər valideyn bizə elə müraciət edir ki, uşağım mənə döyür, 11 yaş var vurur, 12 yaş var vurur. Aqressiya səbəbi həm izlədikləri ola bilsin, həm də
dinlənilmirlər ola bilsin. Həm dinlənilmir, həm də şuuraltıya o qədər yersiz məlumatlar gedir bu gün. Mən hər zaman deyirəm valideynlərə, bəli, valideynlərə deyirəm, ya siz övladınızı tərbiyələndirəcəksiniz, ya da sosial şəbəkələr, videolar. Bəli. Hamısının ortasında subliminal mesajlar var. Hiss eləmədən görmək olur. Ona görə də ehtiyatlı olmaq lazımdır. Hətta bəzən o intihar hadisələri olur da, filan oyunlardan əmələ gəldi. O oyun hardan gəldi onun beyninə? Ancaq subliminal mesajlarla. Beyinə gedir, hazırlayırlar, sonradan başlayırlar yön verməyə. Ona görə birinci növbədə valideyn övladın dostu olmalıdır, yaxını olmalıdır, hiss eləməlidir onu. Onun yanında duymalıdır onu, onun yönünü uzaqdan başa düşməlidir ki, mənim övladımda nə problem var. Məsəl üçün bizim uşağımız... Amma orada da bir gözəl balans var. Mən bunu da istəyirəm vurğulamaq. Bəzən dostu olaq deyə biz indi buradan valideynlərə tövsiyə edirik. Onun da sərhədi, onun da balansı, yeri gələndə valideyn olduğunu da, uşağın da övlad olduğunu da... Asıllığa keçməməlidir. O, balans asıllıqdır. Əgər bir şeydə asıllığa keçirsə, o problem yaranır. Asıllıq nədir? Artıq bu özü seçim edə bilmirsə, özü qərar verə bilmirsə, nəticəyə özü cavabdeh ola bilmirsə, avtomatik olaraq yönlənir valideynin üzərinə. Valideyn desin neyniyim, valideyn desin hansı addım atım. Çox yaxınlıqdır, siz dediniz, simyoz əlaqə deyirlər buna psixologiyada. Bu tək uşaqlara deyib, böyüklərə də aiddir. Bir də görürsən ki, 25 yaşı var, 30 yaşı var, deyib, mamam kimi xanım olsun, ki mən evlənim. Yəni, hətta siz onu deyirsiniz, 40 yaşına gəlmiş mən kişilər tanıyıram ki, hələ də dominant, çox dərində, hələ də atanın fikrini dinləyirlər. Fikrini dinləmək yaxşıdır, təsiri pisdir. Daha doğrusu təsiri altındadır da, onun öz qərarını verə bilmir, öz yaratdığı ailəni, bəli. Tam doğru. Ona görə də dəyərli valideynlər də buradan tövsiyə eləmək istəyərdim ki, övladınızı şəxsiyyət kimi yanaşın övladınıza və şəxsiyyət kimi yetişdirin. Bu çox vacib bir məsələdir. Əgər biz istəyirsinizsə gələcəyin mükəmməl bir insanı formalaşdırasınız, mütləq şəkildə ona xüsusi yanaşacaqsınız. Ona bir uşaq gözü olmalıdır, valideyn övlad arasında mütləq bu bağ var da, mənim uşağımsa da, kiçiksə. Amma şəxsiyyət kimi olmalıdır. Təbriz bəy, baxın, hamımız təbii ki istəyirik ki, uşağımız idarə olunan olsun da, yəni biz onu onda valideynə də rahatdır. Amma bir var, bunu açıq şəkildə uşağa hiss elətdirirsən. Bir də var ki, uşağın çətinliyi var, mən sual verirəm ki, sən bu durumda necə edərdin, sən necə düşünürsən? Yəni o özü də buna bir cəhd edir. Sonunda problem həll olunur, çətinlik həll olunur, amma uşaq da bu çətinliyin həlli yolunda iş görür, o da əziyyət çəkir, yəni onda rol olur, yəni uşaqlara da rol olmağa imkan yaratmaq lazımdır. Ümumiyyətlə, bizim bu qeyri-səlis məntiq nəzəriyyə ilə bağlı alimimiz vardı, Rafiq Əliyev, Lütfüzadə davamçılarına, Lütfüzadə çalışmış bir insan. Onun qəşəng bir sözü var. Deyir, dönəm ona doğru gedir. 2030-cu ildə qeyri-səlis məntiqi nəzəriyyə düşüncəsi ortaya düşəcək. Yəni, insanlar artıq hənlə yoxun ortasında çalarlara girəcəklər. Yəni, sərtlikdən insan çıxacaq. Ya eləyirsən, ya eləmirsən, ya gəlirsən, ya gəlmirsən, ya gedəcəksən, ya getməyəcəksən. Bu şey olmayacaq. Və bu proses necə baş verəcək? Bax, bunu reklamlardan sonra danışacağıq. Bəli, davam edək. Davam edək. Bax, bizim dəyərli alimimiz deyir ki, yəni qeyri-səlis məntiqi nəzəriyyənin düşüncəsinə keçid eləyəcək. Yəni ağla qaranın ortasında çalarlar var deyirlər də. Yəni ağ-qara deyə bir şey yoxdur. Yəni hənlə yoxun ortasında çoxlu cavablar var. Bəli. Və biz əgər o şəkildə düşünə bilsək, artıq beynimiz övladlarımızı rahat idarə edə biləcək. Buna biz Milton Erickson hipnozunda çox istifadə edirlər, gizli hipnozda. Ki, insanlara seçimlər verirlər, amma seçimi dil-qəlbin əsasında öncədən yaradıb onun beyninə yerləşdirib, sonra seçdirirlər adamlara. Bax, bu şəkildə. Bu necə baş verir? İstifadə olunacaq bəlkə, ola bilər. Bəlkə də Samirə xanım, bugün biz burada çox maraqlı, fərqli mövzularına toxunduq. Bəlkə də həqiqətən ikimiz həyatında böyük bir rol oynadıq. Ola da bilər ki, siz bugündən etibarən bayaq dediyim fikirlər var idi ki, o metoddan istifadə edib həqiqətən də həyatınızı dəyişə biləcəksiniz. Bəlkə də daha yaxşı keçəcəksiniz. Hiss eləmədən özüm Təbriz bəy, mən elə işdə də və belə deyirdim. Mən davamlı o kəlmələrlə, yəni qəti bu olmaz. O birbaşa səhvliyi yoxdur. Görək bunun necə nəticəsi
necə ola bilər? Mən heç bu variantı düşünməmişdim. Bir bunu da yoxlayarıq. Amma ən azından bildiyim dəqiq bir variant var. Bunu tövsiyə edə bilərəm. Yəni mən bunu liderlərə də, işdəki liderlərə də bunu bu cür tövsiyə edirəm ki də, yəni əməkdaşın da özünə, yəni tamamilə yox ya hər deyil də, yəni ortada başqa bir istifadə olunacaq həlli yolları var, cümlələr var. Eyni zamanda da uşaqlara, məsəl üçün nəyisə istəmirəm dediyi zaman mən başa düşürəm, deyirəm. Amma bəzi şeylər var ki, bu bizim istəyib istəməmək deyil də, yəni bir həyatın qaydası var. İndi bunu etməliyik, təəssüf ki. Yəni bu cür cavab verirəm uşağa. Mən demək, mənim yaxın dostum var, təlimə gəlmişdi, uşaq yemək yemirdi. Mən ona gizli idarə etmədə sendviç metodu öyrətmişdim. Sendviç metodu elə qəşəng yemək yerdi. Necə elirdi? Bu sendviç metodu necədir? Bayaq dediyinizdə, mən səni başa düşürəm, mən səni anlayıram, mənim gözəl balam, sənin fikir və hörmətlə yanaşıram, dəyərlə yanaşıram. Lakin bunu yeməyimiz lazımdır, budur, yeməyin xeyirli tərəflərini deyirəm. Dalınca buna baxmayaraq sən mənim üçün o qədər dəyərlisən, o qədər sənin fikirlərin mənim üçün önəmlidir. Götür bala, götür ye. Bəli. Yəni sendviç metodu. Bəli, yəni doğrudur. bu çox qəşəng etirazlarla biz adətən öyrədirik insanları. Kimsə bizə etiraz edir, biz sizi başa düşürük, biz sizi anlayırıq falan. Baxın, səhər mənim övladlarımdan biri ümumiyyətlə səhər yeməyi sevmir də, yeməyi. Səhər lap tez olur. Mən deyirəm, başa düşürəm, o məndən keçib sənə deyəsən, mən də səhər yeməyini sevmirəm. Amma mən narahatam, sən günortaya qədər dərslərdə və s. sonra D vitamini içməlidir də. Mən deyirəm ki, amma bunu da sənə ac qarnına vermək istəmirəm. Bu da necə edək? Yəni sanki özüm çarəsiz durumdayam ki, mən narahatam, o deyir ki, sən narahat olma. Və baxıram ki, yeməyini yedi, dərmanını içdi. Eşitmir övladımız. Eşitsələr də olar. Rəmnə xanımdan bir şey deyim sizə, bəli, buyurun. Bu bir tərəfdən yaxşıdır elədiyinizdə, amma bu situativ olmalıdır. Bəli, situativdir. Bu davamlı olarsa belə bir şeylər bütün eşidirlər də siz idarə edə bilirsiniz. Amma bir valideyn bunu davamlı eləyərsə problem yaranar. Yəni davamlı uşağı idarə eləmək olmaz o qədər. Bəli. Bunu ancaq situativ olaraq tuturam ki, bunu yemirsə... yox olan məqamlar var axı Təbriz bəy. Yəni nəsə artıq konkret yoxdur və ya konkret hədir. Yəni bu durumlarda var axı. Uşaq tərbiyəsində 3 şey var. Bunu yadda saxlayın. Ən vacib olarlar, ikinci olmazlar, üçüncü vacib olanlar. Bu 3 şeyə fikir verəcək valideynlərimiz. Nə olarsa olar. Yəni nə olmazsa olmaz. Qaydalar var. Təhlükə yaradacaq, bəli, tərbiyə ilə bağlıdır, olmaz. Bir də vacib olanlar var. Hansı ki mən övladımı necə yetişdirmək istəyirəm. O vacib olanlara önəm verirlər valideynlər. Bu da dəyişir insandan insana. Hər övladını bir cür yetişdirmək istəyir. Bax bu şəkildə. Rəmnə xanımdan sualımız var. 7 yaşlı uşaq evdə sakit və itaətkardır, amma məktəbdə tez-tez aqressiv davranır və qaydaları pozur. Siz ilk olaraq hansı davranış detallarına diqqət edərdiniz və problemin mənbəyini necə müəyyən edək? Problemin mənbəyini ümumiyyətlə müəyyən etmək lazım. Nədən başlayır? Ümumiyyətlə uşaq niyə aqressivdir? Hansı situasiyada bu yaranır? Bəzən olur ki, həqiqətən də müəllimin ona doğru yanaşmaması bir halda ola bilər. Biz mənbəyə giririk. Hardan başladı? Bəli. Niyə? Necə oldu davamlı mı elədir? Necə oldu ki, bu başladı belə eləməyə? Normal uşaq idi. Niyə birdən-birə dava eləsin ki? O mənbəni tapanda qarşısını tez almaq olur. Amma mənbəni tapmayanda, bu davamlı eləyəndə artıq bunda vərdiş alınır. Bir müddətdən sonra cəza da görməyəndə, balaca da cəza görmür deyə başlayır artıq yenə də eyni davranışları həyata keçirməyə. Mənbəyə tapacaqlar. Bir. İkinci, xahiş edəcəksiniz müəlliməsindən ki, ona müvəqqəti olaraq özəl yanaşsın, özəl davransın. İkinci, baxacaq hansı situasiyalarda bu baş verir, hansı saatda baş verir. Bəli. Bu da önəmlidir. Bunun ac vaxtı da ola bilər, bunun susuz vaxtı ola bilər. Və müxtəlif cürdür də. Yəni o qədər şərtlər burada var. Burada detal çoxdur. Həm də baxın, itaətkar sözü burada mənim diqqətimi çəkdi. Sakit və itaətkardır. Amma bir uşaq da davamlı evdə sakit. Yəni bizim özümüzdə sakit də vaxtımız var. Deyib gülə də bilərik, oynaya da bilərik. Əsəbi də ola bilər. Sizin itaətkar vaxtınız yoxdur. Yox, nə mənada? Yəni bu da bir mənalı olaraq sizcə, yəni evdə də uşağın ona da fikir vermək lazımdır. Mütləq. Niyə davamlı evdə də sakitdir? Yəni ifadəmi onu dinlənilmirmi? Onun fikri soruşulmurmu? Yəni Rəmnə xanımdan, yəni ona da diqqət etməsini xahiş edərdik. Siz necədir? Ümumiyyətlə övlad yetişməsi insan özünlə bərabər olmalıdır. Biz həmişə deyirik, birinci valideyn özü yetişməlidir. Bəli. Valideyn özü
xoşbəxt olmalıdır, rahat olmalıdır, huzurlu olmalıdır ki, övladına keçsin. Baxın, mənim yanıma konsultasiyaya gəlirlər. Adamın 30 yaşı var. Və biraz da dərinə girəndə görürük ki, bu uzun müddət ananın yaşadığı duyğuları yaşayıb. Uzun müddət. Təsəvvür et, bu nə deməkdir? Uşaq gətirirlər yanıma, deyirəm, sehirli çubuq olsa əlində. Nəyi tez həll eləyərdin həyatında? İstəməzdim anam əziyyət çəksin, əzab çəksin. Uşağın 5-ci sinifdə oxuyur. O hissləri 5-ci sinifdə köçürdü. anasının çəkdiyi özü yaşamır, başlayır yaşamağa. Ona görə də valideyn birinci özündən başlamalıdır. Özünü düzəltməlidir. Özünün problemlərini həll eləməlidir. Ondan sonra keçid eləyir övladına. Bizdə biraz tərsinə gedir. Biz hər şeyi övlada veririk, özümüzü arxa plana atırıq. Amma birinci özümüzük. Biz nümunəyik və uşaq da təqlid edərək öyrənir. Tam doğru. Bəs Təbriz bəy, uşağın xarakterin bayaq dediniz, ana bətnə də izləmişdiniz. Elə bax, bu doğumdan mı formalaşır, yoxsa sonradan? Baxın, doğum tarixi, temperament, genetik xüsusiyyətlər bəs bu prosesdə nə qədər rol oynayır? Bu da çox rol oynayır. Demək, birinci genetikaya keçək. Adətən xanımlar, qızlar daha çox atanın genini daşıyır, oğlanlar isə ananın genini daşıyır. Bundan əlavə bəzən olmaya da bilir. Məsələn, bəzən olur ki, qız öz ana genini daşıya da bilir. Bəli. Mən belə rastıma da gəlir. Genetikaya baxırıq biz. Məsələn ki, mən sizə baxsaq Samir xanım, siz daha çox atanın genini daşıyırsınız. Yəni siz daha çox bibi tərəfində bibiniz varsa əgər, Bəli, onlara bibilərinizə bənzəyirəm. oxşamısınız. Yəni xarakteriniz budur. Mən baxan kimi görə bilirəm də insanı. Məsəl üçün Cavid bəy də Bəli. ana geni daşıyır. Nə Daşı maraqlı. analar O tərəfə necə oxşayır. müəyyən edirsiniz Təbriz Amma bəy? qalsın. Təlimə gələrsiniz, təlimə gələrsiniz. Yəni biz baxan kimi oca bilirik ki, yəni hansı geni daşıyır adam. Bu bir. İkinci, temperament sinir inersiya deyirlər, sinir hərəkətidir. Əvvələ temperamentə çox önəm verirdilər. Bunu Hippokrat yaradıb 4 temperament üzərindən. Bəli. İndi artıq o temperament çox qısa məlumat verdiyinə görə biz bunu daha təkmilləşdirib psixotiplərə salırıq. Həm də temperamentlər, məsələn, insan var, iki temperament arasında da xüsusiyyətləri göstərə bilər də, belə deyək. Və oynaya bilir, ümumiyyətlə temperamentdə oynaya bilir insanda. Bəli. Biz ona belə deyirik, var biogenetik xarakter, var sosial faktor. Məsələn ki, sizin biogenetik xarakteriniz biraz fərqli xarakterdir. Amma siz özünüzü dəyişdirib salmısınız, artıq sosial faktor xarakterdən çox istifadə edirsiniz. Amma əslində sizin biogenetikanız bu deyil. Siz daha sakitsiz, siz daha rahatlıq xoşlayırsınız, tək qalmağı sevirsiniz, özünüzlə, yaradıcı, siz bu şeyə meyillisiniz. Amma iş mühiti, həyat şəraiti, ailə şəraiti sizi çevirib elə paranoyan lider xarakter dominant. Ona görə bax bu cür davranışlar bəzən bizdən asılı olmayaraq dəyişə bilirik. Bu temperament burada bizim qısa verir məlumatı. Bir də doğum tarixi ilə bağlı buna numerologiya deyirlər. Əlbəttə mən buna məşğul olmuram, amma bununla məşğul olan bir çox xanımlar, bəylər tanıyıram ki, işləyirlər. Maraqlı yanaşmaları var. Əslində həqiqət tərəfləri çoxdur. Əgər professional işləyirlərsə, yəni düz bu elm sayılmır. Lakin mən bunun həqiqi tərəflərini çox görmüşəm deyə və bir də mən bu sahə ilə məşğul olmam deyə skeptik yanaşmıram. Amma maraqlıdır, həqiqətən çox maraqlıdır. Məsələn, mənim haqqımda deyiblər belə fərqli cür yanaşım olub ki, dəqiq 80%, 90% düz deyiblər. Maraqlıdır. Mənim özüm də, yəni müəyyən mənada doğru olan məqamlar olubdu, belə deyək. Baxın, hər uşağa eyni metodla tanımaq mümkündürmü, yoxsa hər uşağa fərqli baxış lazımdır? Eyni metod biz dediyim 5 yanaşmaya baxırıq, eyni yanaşırıq burada. Amma əlbəttə ki, eyni situasiyada analiz eləmək çətindir uşaqları. Elə uşaqlar var ki, onu məhz oyunlarla analiz eləmək olur. Elə uşaqlar var ki, individual analiz eləmək olur. Oturuq, rahat danışırıq, potensialını görə bilirik. Həqiqətən də ümumiyyətlə insanoğlu çox möcüzəlidir, bilirsiniz. Bəzən olur ki, mənə olub ki, valideyn uşağını pisləyib ki, mənim yeniyetmə ilə bağlı layihələrim olur da. Bəli. Çox biraz o haqqda danışarıq. Uşaq çox passivdir, filandır. Sonra uşağı gətirmişəm, valideyni osturmuşam, salmışam əhatəyə, bizim oyunlarımıza və görüb ki, uşaq necə aktivdir. Belə baxıb ki, bu mənim uşağımdır. Uşağını kəşf eləməyin yollarını bilmir. Ona görə də mütləq şəkildə individual yanaşacaq. Yoxdur ya da ata ilə ola hiss eləyə bilmir. Bir də ən problem bunda nədədir? Mən sizə deyim, valideynlərin problemi. Misal üçün baxın, övlad gücü
atadan alır. Aha, Baxın gücü. bəli. Çünki ata güc nümunəsidir. Duyğuları, Qayğını, sevgini anadan alır. Bəli. Mən adama baxan kimi bilə bilirəm. Əgər bunun özgüvəni aşağıdırsa, bu çox güman ki, atadan bağlılığı zəifdir. var. Aha. Hə, duyğularında problem varsa, daha məntiqdir, daha konkretdir, demə ana ilə bunun boşluğu var. Maraqlı nədir? Ər-arvad yola getməyəndə, problem yaşayanda. Aha, bu da qəşəng ayrı mövzudur. Kişinin ümumiyyətlə övlada sevgisi həyat yoldaşından keçir. Çox maraqlı nöqtədir. Bunu çox valideynlər bilmirlər. Buna həmişə diqqət etmişəm. Yoldaşını Yəni, çox sevirsə bir kişi övladını da çox sevir. Övladı 5 qat sevir. Ona görə də birinci növbədə dəyərli xanımlar, yoldaşınızla münasibəti yaxşı bərkidin ki, o övladına da qarşı rahat ola bilsin. Rahat ola bilməyən də boşluq əmələ gəlir. Çünki atadan da alacaq çox şeylər var övladın. Gücü almalıdır, atadan həyat strategiyasını almalıdır, hədəfləri almalıdır, böyüməyi almalıdır həmçinin. Ona görə də bu böyük bir mövzudur. Çox da gözəl mövzudur, amma reklamlarda gəlmək istəyir. Gəlsin. Təbriz bəy, belə bir sual vermək istəyərəm ki, xüsusən müəllimlərə kömək məqsədli bir zorakılıq şiddət görmüş bir uşağı necə tanıya bilərik? Çox maraqlı sualdır, həqiqətən də vacib bir sualdır. Ümumiyyətlə stressə qarşı 3 reaksiya var. Yəni insan hansısa bir ağrı, zorakı hiss eləyəndə ağır stres yaşayır. O stressdə 3 reaksiya verə bilər. Ya vur reaksiyası olur uşaqda, ya don, ya qaç. Aha. Klassikada vur qaçdır. Ya uşaq çox aqressiv olur, çox vurur. Üzünə baxırsınız, bir söz deyirsiniz, acılayır, sifətində belə gərginlik əmələ gəlir. Həddən artıq çox belə gözlə elə bir ki, adamı sanki bu dəqiqə təzyiq eləyib nəsə eləyəcək adama. Biz bilirik ki, bu uşaq şiddət görüb. Başdan ayağa travmadır da, yəni normal davranış deyil də. Bu böyük balaca eyni bir şeydir əslində. Necə böyük adam gəlir içəri, bir dösün problemli müştərimizdə bağçada. Görürsə qışqıra-qışqıra girir içəri, o bu falan. Biz başa düşürük ki, bu problemlidir, bu sizlə əlaqəli deyil. Şəxsiyyətlə problemi var. Uşaq da elədir. Uşaq artıq aqressiv davranışlar eləyirsə, biz bilirik ki, xüsusən də çox sərt. Yəni biri var uşaq vurdu, bir dəqiqə bitdi də məsələ. Aha. Boşaldı hirsi, amma bunun hirsi boşalmır. Bu vurduqca vurur, vurduqca həzz alır, incidir. Belə uşaqlar görmüşəm mən. Bəli. Bu hiss olunur ki, evdə şiddət var. Bir bundan görə bilirik. İkincisi isə çox özünə qapanıq olur. Uşağa nə qədər imkan yaradırsan açılması üçün, nə qədər şərait yaradırsan, görsən ki, uşaq yox, açılmır. Uşaq adamdan qaçır. Təhlükə kimi görür. Bu dəqiqə nəsə eləyəcəksə dala çəkəcək, qaçacaq. Bax, orada biz görürük ki, doğrudan da bu ağrılı bir mövzudur. Həmən nöqtədə valideyn və müəllimə ona xüsusi yanaşmalıdır. Ya qayğı verməlidir, ya ondan danışmalıdır. Amma çox vaxt görünən odur ki, bu daha əksinə olur da, yəni müəllim də sanki aqressiv uşaqdan qaçır. Bəli. Ümumiyyətlə müqayisə edir, yanlış edərək. Tam doğru. Ümumiyyətlə müəllim sənəti çox şərəfli sənətdir. Sadəcə hər adam müəllim ola bilmir. Tam sən bildimsə, müəllim olmaq üçün birinci insan olmalıdır. Mərhəmətli olmalıdır, içində gözəl duyğular olmalıdır, öz problemini qırağa qoyub yetişdirən olmalıdır, özünü həsr eləməlidir. Bəli. Ümumiyyətlə buna necə deyirlər, bu öz həyatını qırağa qoyub həvalə eləməlidir özünü bir sözlə uşaqlara. Yəni bu baxımdan yəni hər adam müəllimə ola bilmir deyə. Məsələn, bizdə, sizdə Peter Pan-da da, yəni bizim bu adnadır, Banuşumuz necə xoşbəxt idi. Yəni çox xoşbəxt idi. Yəni bir il ərzində mən deyərdim ki, yəni mən hər yerdə bunu deyirəm ki, doğrudan da siz oldunuz olmadınız. Həqiqətən elə bir qrup müəlliminin qrupundaydı ki, müəllimə şəfqətli. Şəkürə müəllimə emotiv idi. Bax, emotivdən danışdıq ha, özün qurban verən. Bax, Şəkürə müəllimə həmən emotiv xarakter, səsi incədir. Əsl o uşaqlarla işləyəsi bir şeydir. Ümumiyyətlə müəllimə harmonik olmalıdır. Bunu yadda saxlayın. Harmoniya bir daha harmoniya. Bəli, doğrudur. Mən də müəllimlərə demək istəyərəm ki, birinci müəllimlərdə həmişə mərhəmət hissi, sevgi hissi, yəni başqa bir uşağı
sevmək, yəni onu qucaqlamaq, Qəbullanmaq. qəbullanmaq. Qəbul eləməyə bacarmalıdır da. Yəni bir müəllimdə itələyici duyğu olmamalıdır. Müqayisə dediyimiz o itələyicidir də. Yəni ki, sən falan heç kimlə hesablayıb yanaşmamalıdır. Qəbul eləməlidir hamını. Məsələn, mənim yeniyetmələrlə layihəm olur da. Elə uşaq var ki, mən səhnəyə də çıxardaram da uşaqları. Elə uşağım olub ki, skeptik, kobud, hər sözümün üstünə bir dənə söz deyən, bir dəfə söz deyir, 2 dəfə. O hər söz deyəndə biz mən nə edirdim? Yaxınlaşıb onu allan öpürəm. Narahat olma qızım, yaxşı olacaq. Səbirli ol, yaxşı olacaq. Narahat ol. Yox, mənim nə yaxşı olacaq? Sən məni axırıncı modul atmısan. Sən məni axırıncı hissədədin. Mən necə çıxış edəcəm? Narahat ol məzim. Və bitir forum. Hamımız axırda dayanmışıq, şəkil çəkdi. Bu da mənim yanımda dayandı. Məni bir də olsa yenə çağırarsan da məni. Deyirəm mənim 3 ayda ömrümü yedirsən. Biraz da bu layihədən danışardınız. Bəli, yeniyetmələrlə bağlı biz övladları yetişdiririk. Hər 2 həftədən bir təzə proqramlar qoyuruq. O proqramlardan liderlik, indi hal-hazırda liderlik proqramımız gedir. Özgüvən proqramı, hədəflərlə işləyirik. Aha. Onları həyata hazırlayırıq. Mafiya oyunu oynayırıq orada, amma necə analitik oyun kimi bir-birlərini sosiallaşdırırıq. Qrup oyunlarımız olur, team building oyunlarımız olur. Uşaqlar özlərini çox xoşbəxt hiss edirlər. Və bir də orada əsas məsələ nədir? Biz kovreklər eləyirik. Valideynlərə icazə vermirəm. Çay süzsün, kofe süzsün, yem edirəm, özünüz süzün. Dağıdın siləcəyi, narahat olmayın. Yeyəndən sonra da özünüz aparın qoyun. Bəli, özləri dağıdırlar, özləri yığırlar, aparırlar, sərbəstlik. qoyurlar. Və sərbəstlik və çərçivə. Mən həmişə insanlara elə yetişdirirəm. Yanımdakıları da həmişə deyirəm, sərbəstsən, azadsan, amma çərçivəni unutma, sən insansan. Çünki insan adını daşımaq çox çətindir. Deyir, insan olmaq bir çətindir, insan qalmaq giqat çətindir. Ona görə də həqiqətən də mən bütün dinləyicilərimizə tövsiyə elərdim ki, insanlığı unutmasınlar. İnsan olmaq lazımdır. Təşəkkür edirəm. Çox sağ olun. Uşağı tanımaq, onu olduğu kimi görmək, hiss etdiyini anlamaq və ehtiyacına uyğun yanaşmaqdır mənə Bəli, görə. Tam doğru. Bugün studiyamızda bu mövzunu bizimlə bölüşən dəyərli qonağımıza Təbriz Hacınskaya təşəkkür edirəm. Siz sağ olun. Əziz dinləyicilər, unutmayaq ki, uşağı anlayan valideyn uşağın həyatında ən böyük dayaqdır. Növbəti valideyn saatında görüşənədək. Sağ olun, uğurlar hamıya.